ailələr var ki, onlar övladlarını çölə çıxartmaqdan utanırlar, təhsil mərkəzlərinə aparmaqdan çəkinirlər. Bir çox ailələr boşanmaya məruz qalırlar sadəcə əlilliyi olan və ya xüsusi qayğıya ehtiyacı olan uşaq doğulduğu üçün. Hamı ananı günahlandırır və ana hətta bu uşaq ananın ilk övladıdırsa, ana artıq ikinci övladını dünyaya gətirmək istəmir və tək qalır bu proseslərdə. Həm qadın, həm kişi üçün yəni bunları bilmək çox vacibdir. Çünki əgər övlad dünyaya gətirirlərsə, onun sabah gününü indidən fikirləşmək lazımdır. Niyə mənim uşağım da digərləri kimi şeir əzbərləmir, mahnı oxumur və s. Uşağın inkişafını nəzərə almadan birdən-birə müəllimindən çox şey istəməyə başlayır valideyn. Bir insan əgər əlilliyi olan uşaqla sadəcə pul qazanmaq üçün işləyirsə, burada artıq sadəcə valideynlərin savadlılığına qalmış. Xoş gördük dəyərli izləyicilərimiz. Bugünkü buraxılışımızın qonağı UNIEK İnklüziv Təhsil Mərkəzinin direktoru, həmçinin İnklüziv Təhsil üzrə beynəlxalq təlimçi Sevinç xanım Məxsimovadır. Xoş gördük Sevinç xanım. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm Nilüfer xanım. Siz necəsiniz? Çox sağ olun. Sevinç xanım, bugünkü mövzumuz inklüziv təhsildir və xüsusi qayğıya, xüsusi təhsilə və təlimə ehtiyacı olan uşaqlar haqqında, gənclər haqqında istəyirəm danışaq sizinlə birlikdə və günümüzdə inklüziv təhsil barədə hər kəs danışır və çox eşidirik bu ifadəni. Mən burada xüsusilə ilk növbədə valideynlərdən istəyirəm başlayaq. Xüsusi qayğıya ehtiyacı olan valideynlər cəmiyyətimizdə çox çətinliklərlə rastlaşırlar. Hətta ailələr var ki, onlar övladlarını çölə çıxartmaqdan utanırlar, təhsil mərkəzlərinə aparmaqdan çəkinirlər və onlara lazımı mütəxəssisləri tapa bilmirlər, lazımı təlimləri tapa bilmirlər və nəticədə o uşaq təbii ki, yaşıdları kimi digər ehtiyacları qarşılanmır və yaşıdları kimi sosiallaşa bilmirlər, təbii ki, bir çox şeydən də geridə qalmağa başlayırlar. Və xüsusi qayğıya ehtiyacı olan valideynlərin övladları, həmçinin özlərinin də psixoloji vəziyyəti çox gərgin vəziyyətdə olur, təbii ki, anlaşılandır. Onlar öz övladlarının günü-gündən inkişafını görmədikcə bu onlara daha pis təsir etməyə başlayır. Sizin ümumiyyətlə illər ərzində peşəkar fəaliyyətinizdə, istər universitet həyatında, istər məktəb dövründə xüsusi uşağa sahib olan valideynlərin qayğıları, narahatlıqları, daha çox ehtiyacları və bu sahədə yetməməzlikləri ilə bağlı nə ilə bağlı sizə müraciət ediblər? Yəni hansı kömək ehtiyacı ilə sizə müraciət ediblər? Əslində çox vacib mövzuya toxundunuz. İnklüziv təhsildən çox insan danışır, mütəxəssislər də gündən-günə artır, amma burada əsas məqam inklüziv təhsil valideyndən başlanmalıdır deyə unudurlar. Valideyn ilk ailədə əgər xüsusi qayğıya ehtiyacı olan uşaq doğulursa, birinci travmamı deyək və ya birinci təsirmi deyək, valideyn yaşayır, xüsusən də analar. Yəni biz bilirik ki, indiki dövrdə bir çox ailələr boşanmaya məruz qalırlar sadəcə əlilliyi olan və ya xüsusi qayğıya ehtiyacı olan uşaq doğulduğu üçün. Buna görə də valideynlərə xüsusi diqqət yetirilməlidir. Həm uşağın inkişafı baxımından, valideynin özünün inkişafı baxımından, valideyn özünün cəmiyyətdən uzaqlaşmaması baxımından, çünki cəmiyyət çox aqressiv və çox ciddi stigmalarla qarşılayır belə valideynləri. Xüsusən də anaları, ailələrin içində, daxilində olmaqla. Qaynana tərəfindən olsun, yoldaşı tərəfindən olsun və digər qohumları tərəfindən olsun. Ona görə valideynlərlə çalışmaq məncə birinci mərhələ olmalıdır. Valideyn ümumiyyətlə inklüziv təhsildə, inklüziv təlimlərdə uşaqlarla çalışanda, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla çalışanda valideyn müəllimlə birgə çalışmalıdır. Buna görə də valideyni maarifləndirmək, valideynlərlə təlimlər keçirmək çox vacibdir. Məsələn, bizim metodlardan biri, bizim sistemlərdən biridir valideynlə başlamaq. Valideynə öyrədirik
xüsusi qayğıya ehtiyacı olanı necə biləcək, necə ortaya çıxardacaq problemi. Bunun üçün yaxşı müşahidəçi olmalıdır. Müşahidə edir, bəli, biz düşünürük ki, müşahidə edirəm, amma hər uşaqda nəyi müşahidə edəcək? Hansı parametrlərə görə, nə ilə müqayisə edərək, necə qərar verəcək, hansı nəticələrə gətirəcək, biz bunları valideynlərə öyrətməliyik. Təbii ki, burada düşünürəm ki, təlimləri həm uşaq inkişaf mütəxəssisləri etməlidirlər. Çünki hər uşağın öz dövrünün özəllikləri vardır, xüsusiyyətləri vardır. Həmin xüsusiyyətlərə, standartlara uyğunmu, deyilmi və bunları necə müşahidə edəcək, mütləq valideynlər bilməlidir. Və yəni inklüziv təhsildə təbii ki, bu sadəcə biz inklüziv təhsil deyəndə əksəriyyət məktəbləri düşünür. Yəni valideyn məktəb müəllimi ilə valideyn münasibətləri düşünür, amma elə deyil. Əslində valideyn inklüziv təhsili düşünürsə, bu bağçadan başlamalıdır. Yəni bağçadan öncə 1 yaşından, 2 yaşından başlamalıdır. Və valideynlərin həm psixoloji durumu, həm onların savadlılığı artdırmaq məqsədi ilə. Çünki hər valideyn uşağı təlim edəcək səviyyədə deyil. Ona görə bütün valideynlərə, xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinə biz onlara öncə təlim verməliyik ki, onlar bilsin nə, yəni müəllim əgər uşaqla çalışırsa, evdə bunu necə davam etdirməlidir. Bütün metodlar müəllim necə işləyirsə, eyni şəkildə valideyn evdə davam etdirməlidir deyə düşünürəm. Ona görə xüsusi diqqət yetirmək lazımdır valideynlərin təlimlərinə. Bu mütləqdir. Siz orada çox yaxşı vurğuladınız ki, yəni valideynlər nəyi necə müşahidə etməlidirlər və qaynanaların, digərlərinin ümumiyyətlə analara qarşı olan təzyiqini də təbii görə bilirik və illər ərzində mən praktikamdan da qarşılaşdığım kifayət qədər sayısı hesabsız valideynlər olub ki, məsələn, övladı serebral iflicdən əziyyət çəkib və yaxud da ki, eşitmə əlilliyi var və yaxud günümüzdə çox təəssüflər olsun ki, belə deyək də, aktual olan autizm spektr pozuntusundan əziyyət çəkir və ailə ümumiyyətlə hamı ananı günahlandırır və ana hətta bu uşaq ananın ilk övladıdırsa, ana artıq ikinci övladını dünyaya gətirmək istəmir və tək qalır bu proseslərdə. Digər məsələ isə anaların ümumiyyətlə uşaq inkişafı vaxtında belə deyək də, tək anaları deməyək, ataların da bu prosesə daxil olması çox vacibdir. Valideyn olmağa hazırlaşan gənclər və yaxud da ki, hamilə qadınlar müxtəlif təlimlərə və seminarlarımıza qatıldığı zaman onlar uşaqların inkişaf mərhələsini öyrənməyə çalışırlar gənc ailələr və bu çox sevindirici haldır. Məsələn, uşağın 3 ayında bu göstərici varsa, demək ki, hər şey yaxşıdır, 6 ayında belə gedirsə, demək hər şey yaxşıdır. Bunları bilməsi təbii ki, bir çox gələcəkdə baş qaldıracaq problemlərin önünə keçir və gələcəkdə həm övladının hansı ehtiyacları var, artıq ona uyğun davranmağa başlayır, həm özü məlumatlı olur. Çünki bilirsiniz, günümüzdə məlumat çoxdur, həddindən artıq, amma valideynlər doğru nədirsə, onu oradan tapıb çıxartmaq çox çətindir valideynlər üçün. Yəni yanlış formada istiqamət ala bilirlər. Yəni doğru parametrlər, doğru göstəriciləri nələrdir, onları bilməlidir. Burada bir misal göstərmək istəyirəm. Mən fitri istedadlı uşaqlarla iş fənni tədris edəndə YABI qruplarda 2 gənc ana vardı. Yəni onların balaca uşaqları və tədris prosesində yavaş-yavaş mənim təlim, yəni verdiyim metodlardan evdə istifadə etməyə başlamışlardı. Və çox sevindirici halda, çox peşəkarca yanaşaraq, yəni bir valideyn dedi ki, mənim uşağımda deyəsən bir problem var. Təbii ki, həmən onu uşaq inkişaf mütəxəssisinə yönləndirdim. Digər ana isə mənim uşağım deyəsən fitri istedadlıdır deyə və orada təbii ki, tövsiyə verirsən ki, necə inkişaf etdirmək olar və hansı metodlardan istifadə etmək olar ki, o hansı istedadı ortaya çıxardıb onu inkişaf etdirmək üçün. Yəni bunları valideynlər üçün, gənc analar üçün və ya hələ ana olmamış, yəni evlənməyə hazırlaşan gənclər üçün bunları həm qadın, həm kişi üçün, yəni bunları bilmək çox vacibdir. Çünki əgər övlad dünyaya gətirirlərsə, onun sabah gününü indidən fikirləşmək lazımdır. O sabah necə yaşayacaq
və cəmiyyətdə necə bir fərd olacaq. Belə deyək də, uşaq inkişafı mütəxəssislərini yetişdirdiyimiz zaman, hətta müxtəlif pedaqoqların təlimləri zamanı belə dəfələrlə şahidi olmuşuq ki, məsəl üçün ananın ilk övladıdır, o şikayət edir, bildirir ki, bu uşağı çağırıranda hay vermir, baxmır, etmir. Təlim əsasında öyrənir ki, əslində övladında eşitməklə bağlı problem var. Məsələn, alıcı və verici nitqində problem var bu uşağın və beləliklə öyrənir və zamanında artıq ona kömək etməyə başlayır. Əgər biz düşünsək ki, bu valideyn onu bilmiş olmasaydı və öyrənmiş olmasaydı, bu uşaq nə qədər gecikmiş olacaqdı. İnkişafı çox ləngimiş olacaqdı və nəticədə təbii ki, yaşıdlarından geri qalmış olur və nəticədə də burada yenə əziyyət çəkən valideyn olmuş olur uşaqla bərabər. Yəni mütləqdir ki, bu yolda ümumiyyətlə maariflənsinlər, öyrənsinlər və doğru inkişaf hansı zamanda, hansı dövrdə doğru inkişafı nədir, onu bilməsi valideynlərin daha yaxşıdır deyə düşünürəm. Bəli, doğru deyirsiniz. Bir də burada bir məqama toxunmaq istəyirəm. Yəni burada bizdə çox valideynlər xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri məktəblərdə və ya xüsusi məktəblərdə, təhsil müəssisələrində bütün məsuliyyəti müəllim üzərinə yükləyirlər. Belə olmamalıdır. Bu birgə işdir, əməkdaşlıq olmalıdır və müəllimlər necə işləyirlərsə, eyni şəkildə valideynlər də evdə o uşaqla işləməyə davam etməlidir. Necə deyirlər, 7-24. Bu birgə çalışmaqla, unutmasınlar ki, sadəcə müəllim bunu edə bilməz. Bu həm valideyn, həm evdəki ətraf mühit, həm də məktəbdəki ətraf mühit vacibdir və ancaq birgə çalışma ilə yaxşı nəticələr əldə oluna bilər. Mən burada istəyirəm əslində biz valideynlərdən sonra uşaqların gözündən bir baxmağı danışaq. Biz danışırıq müəllimlərdən, danışırıq valideynlərdən. Yaxşı, bəs bu uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dediyimiz, əslində ehtiyacları nələrdir? Onlar dünyanı necə görürlər? Çünki hər birinin məsələn ortopedik pozuntuda fərqli göstəricilər var. Bəli. Eşitməliliyi olan uşağın göstəriciləri fərqlidir, ehtiyacları fərqlidir. Autizm spektr pozuntusu olsun, belə deyək də, inklüziv təhsil deyəndə sırf insanların fikrinə autizm spektr pozuntusu gəlir, amma bu çox şaxəlidir. Görmə əlilliyi olan uşaqlar olsun, çoxdan çoxdur. Psixi nitq inkişaf ləngiməsi olsun, psixi inkişaf ləngiməsi olsun, əqli gerilər olsun, emosional, sosial-emosional pozuntusu olan uşaqlar olsun. Təbii ki, bunlar hamısı inklüziv təhsilə daxildir. Və bu uşaqlar hər biri dünyanı tamamilə fərqli görürlər. Hətta biz zamanında müxtəlif konfranslarda və tədqiqatlarda olduğumuz zaman, məsələn, eşitməliliyi olan uşaqları öyrəndiyimiz zaman bizim müxtəlif qulaqlarımıza aparatlar və s. taxırdılar ki, biz o uşaqların yerində özümüzü hiss eləyə bilək. Və uşaqların dünyanı necə görməsini bilməsək, onlara yanaşmanı da doğru şəkildə bilməyəcəyik təbii ki. Əvvəlcə öyrənməliyik ki, onlar dünyanı necə görürlər. Məsələn, autizm spektr pozuntusu desək, bu uşaqlar ətrafı xaotik şəkildə görürlər, səslər onları qıcıqlandırır və belə deyək də, alıcı-verici nitqlərində problem var. Bizim gördüyümüz o uşağın dəcəlliyidir. Bizim gördüyümüz o uşağın hər yeri dağıtması ola bilər, o uşağın dişləmə ehtiyacı ola bilər və s. Biz bunu görürük. Bəs onlar bizi necə görürlər məsələsini düşünmürük çox zaman. Çünki hər biri fərqli-fərqli görürlər. İstəyirəm bu barədə də bir fikirlərinizi öyrənim. Cəmiyyəti, bizi və digər uşaqları fərqli xüsusiyyətləri olan uşaqlar fərqli görürlər. Dediyiniz kimi, fiziki əlilliyi olan, fiziki məhdudiyyəti olan uşaqlar təbii ki, biraz daha asan kateqoriyaya deyə bilərik. Çünki onlar uşaqları digər uşaqlarla birlikdə olanda uyğunlaşmaya çalışırlar. Yəni, nəsə bir təkərlikli kürsüdədir, yeriyə bilmirsə, həmin uşaqlarla oynamayı o arabanın içində necə oynayacağını adaptasiya olmaya çalışırlar. Və burada bir nöqtəyi vurğulamaq istəyirəm. Valideyn adaptasiyasını daha da çox çətinləşdirir. Bunu vurğulamaq istəyirəm. Hər bir həssas kateqoriyadan olan uşağın adaptasiyasında əngəlli daha da böyüdəcək valideyndir. Təəssüf ki. Və bəzi müəllimlər. İndi uşaq uyğunlaşmaya çalışdıqca, təbii ki, yəni autizm spektr pozuntusu olan uşağın adaptasiyası
və görmə məhdudiyyətli olan uşağın adaptasiyası təbii ki, fərqlidir. Və burada autizm spektr pozuntusu da burada fərqli spektrlər və fərqli sindromlar var, onu da nəzərə almaq lazımdır. Eşitmə qabiliyyəti zəif olan və eşitməyən uşaqlar, onlar düşünürəm ki, bəlkə də autizm spektr pozuntusu olan uşaqlardan sonra ən çətin kateqoriyadır. Çünki onlar hər şeyi hiss edirlər, görürlər, fiziki cəhətdən sağlamdırlar, nəsə bir şey eləmək istəyirlər, amma eşitmədiyi zaman o mübadiləsi, informasiya mübadiləsi, duyğu mübadiləsi çox çətinləşir və burada o uşağın ətrafda olan həm uşaqlar, müəllimlər, valideyn kimlərdirsə çox 2 qat daha diqqətli olmalıdırlar. Sadəcə onun dəcəlliyindən deyil. Məsələn, autizm spektr pozuntusu olan uşaqların qeyri-standart davranışı görə deyil. Uşaq standart davranır, amma digər algılar hamısı tam deyil, deyək də, tam uyğunlaşa da bilmir. Burada bu uşaqlar biraz aqressiv olurlar. Çünki hər şey görüb də əlçatmaz olanda əsəbləşirlər. Bu əsəbə biraz daha tolerant, daha səbirli davranmaq lazımdır və onlara sakitləşdirəcək, maraqlı ola biləcək nə verə biliriksə onu etməliyik. Və burada əgər eşitmə cihazı qoyulursa, mütləq diqqət etmək lazımdır. Fon səslər az olsun. Çünki o cihazlar hər bir fısıltıyı da çox böyük səsə çevirir. Ona görə daha da diqqətli olmaq lazımdır. Unutmayaq ki, eşitmə məhdudiyyəti olan uşaqları nitq ləngiməsi də olur. Bu birmənalı nəticə olaraq nitq ləngiməsi olur. Özlərini ifadə etməyə çətinlik çəkdiyi üçün əsəbləşirlər, özünə qapanırlar, artıq ünsiyyətdən biraz uzaqlaşırlar. Çünki sosiallaşma da zəifləyir. Yəni autizm spektr pozuntusu olan uşaqlar zaten onların dünyaları tam fərqli. Onlar hər şey fərqli algılayırlar. Ünsiyyəti hər bir uşaq fərqli şəkildə istəyir. Ona görə uşaqların arasında bəzən dava olur. Çünki yəni hansısa patologiya olmayan və ya tipik, bəzi mütəxəssislər tipik uşaq onu necə qarşılayacağını bilmir və autizm spektr pozuntusu olan uşaq zaten onun davranışı necə davranışı zaten bilmir. Ona görə də burada çətinliklər yarana bilir. Adaptasiya deyəndə biz əslində xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə adaptasiyasında daha çox o uşaqların və ya cəmiyyətin onlara adaptasiyasını bilməliyik. Yəni görmə məhdudiyyətli uşaq zaten o toxunaraq, yəni o şəkildə hər şeyi öyrənir və hiss edir, rəngləri olsun. Hətta bir mütəxəssis var, müziyi də görmə məhdudiyyətli uşaqlar üçün rəngləri bu şəkildə öyrədir. Yəni maraqlı bir yanaşma ilə, metodika ilə bir şəkildə öyrənirlər. Biz öyrənməliyik onlarla danışmaya. Biz onların davranışları öyrənməliyik. Biz onlarla özümüz necə hərəkət etməliyik, biz öyrənməliyik. Yəni mən düşünürəm ki, əslində onların bizə adaptasiyası yox, biz onlara adaptasiya olmalıyıq. Və hər bir uşağın gözü ilə hamımız fərqliyik. Yəni bəzi uşaqlar vardır, səni olduğu kimi qəbul edir, səninlə yaxşı ünsiyyət qura bilir. Eyni əlilliyi olan, deyək də, məsələn, eşitmə məhdudiyyəti olan, eyni parametrlərə sahib olan, göstəricilərə sahib olan uşaq səninlə eyni metodika ilə davrananda çox başqa reaksiya verir. Burada artıq müəllimin, pedaqoqun peşəkarlığından asılıdır. Yəni öz variativ bir yanaşma olmalıdır. Yəni müxtəlif metodları istifadə edərək yanaşıb onun ünsiyyəti düzəltmək, onun sosiallaşmasını inkişaf etdirmək. Sevinç xanım, belə deyək də, ümumiyyətlə adaptasiyadan danışdınız. Hər zaman müəllimlərə tövsiyəmiz o olur ki, bu uşaqların ümumiyyətlə belə deyək də göstəriciləri nə qədər fərqlidirsə, yəni nə qədər uşaq varsa, o qədər metod var. Pedaqoqlar bunu bilməlidirlər. Uşaqlarla çalışanlar bunu bilməlidirlər.
Bir uşağa tətbiq etdiyimiz metod digərində uğurlu olmaya bilər. Və çox zaman müəllimlər bildirirlər ki, məsələn, mərkəzlərdə olduğumuz zaman bu uşaq autizm spektr pozuntusudur və bu uşaqda biz onu pampersdən çıxartmışıq, biz onun əmziyini tərgitmişik. Təbii ki, bu pedaqoq üçün çox yaxşı bir nəticədir, uşaq üçün də həmçinin. İşləyir o metoddan, amma metodun adını bilmir. Sadəcə olaraq bu nəticəni alıb. Və yaxud da ki, belə deyək də, autizm spektrdir, məsələn, uşaq. Digər uşaqlarla birlikdə bu uşaq sosiallaşmalıdır, təbii ki, onlarla bir mühitdə olmalıdır. Amma onlara adaptasiya mərhələsində yanaşma da tamam fərqli olmalıdır. Və biz burada əsasən nöqtəvi hissəvi tam daxil olma metodundan həmişə tövsiyə edirik ki, məsələn, uşaq mərkəzə gəldi. Həmən günü mərkəzə götürmürük uşağı, qəbul etdik. Uşağı dəyərləndirilmə aparıldı və tövsiyələr verildi və s. Vaxt ayırırıq. Hissə-hissə, yavaş-yavaş. Bugün uşaq, məsələn, planlaşdırırıq, oyun saatında gələcək, məsələn, 30 dəqiqə olacaq, 20 dəqiqə olacaq uşaq burada. Bu nöqtəvi daxil olma olur artıq. Sonrakı mərhələdə biz keçməliyik hissəvi daxil olmaya. Məsələn, uşaq gələcək həftənin bu tarixində təsviri fəaliyyət dərsinə sırf orada olacaq. Bu tarixdə gələcək ətraf aləmdə orada olacaq. Artıq digər dərslərə keçmədən. Çünki həm belə deyək də sinifdəki digər uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara adaptasiya olurlar və xüsusi qayğıya ehtiyacı olanlar da onları görürlər. Sonra artıq növbəti həftələrdə biz tam adaptasiyaya keçirik, tam daxil olmaya keçirik. Yəni ki, hamısı birlikdə tam gün şəkildə bir mərkəzdə, bir müəssisədə qala bilirlər. Və burada əsasən yük valideynlə bərabər təbii ki, pedaqoqların üzərinə düşürlər. Hər kəsin uşağı özünü çox əzizdir. Söz yox və bizim valideynlər çox emosional olduqlarına görə uşaqları onların həssas yerləridir. Və onlar uşaqlarındakı hər hansı bir problemi qəbul etmək istəmirlər. Və halbuki uşaqda mövcud olan problemi qəbul etmək, onun yarısını həll etməyin yarısıdır da. Yəni bu artıq həll etməyə çox yaxınsan. Rədd edirlər, qəbul etmirlər. Yox, mənim uşağımda hər şey qaydasındadır bildirirlər və sadəcə bildirirlər ki, onlar bağçaya, mərkəzə getməlidirlər ki, sosiallaşsınlar. Həkim bunu bildirib ki, onlar sosiallaşsınlar. Yəni bunlarla gəlirlər valideynlər. Təbii ki, müəllimlər, bağça rəhbərləri, mərkəz rəhbərləri, məktəblərdə onlarla söhbət aparılır və valideyn bunu israrla rədd edir. Halbuki təlim görməyibsə bu uşaq, məsələn 6 yaşına kimi və ya 4 yaşına kimi, onun sinifdəki sosiallığı da çətin olur, adaptasiyası da çətin olur və onunla işləyən müəllim üçün bu çox çətin ola bilər, müəllimlər üçün bu çox çətin olur. Çünki nəzərə alsaq ki, sinifdə 25 uşaq var, nə bilim 15 uşaq var, 30 uşaq var və bu müəllim o uşaqlarla bərabər bu uşağa da qayğı verməlidir. Orada əziyyət çəkən adam ən çox müəllim olur. Müəllimlər ümumiyyətlə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla nə cür işləsin, hansı metodlar, sınanmış metodlar işə yarayan metodlardır və belə deyək də ora daha çox yönəlsinlər və öyrənsinlər, o sahədə özlərini inkişaf etdirsinlər ki, bu metodlar işə yarayıb və biz burada bu uşaqlarla bir nəticə əldə edə bilərik. Metodlardan danışanda pedaqoqlar üçün əvvəl dediyiniz kimi tək bir metod yoxdur təbii ki. Amma burada bölmək lazımdır. Yəni xüsusi təhsil müəssisələrin pedaqoqları üçün və oradakı təlim prosesi üçün hansı metodlardan istifadə olunacaq? Ümumi təhsil məktəbləri üçün hansı metodlar istifadə olunacaq və kolleclər və ya ali təhsil müəssisələri üçün hansı metodlardan istifadə olunur? Zaten ən asandır ali təhsil müəssisələridir. Çünki orada artıq yetişmiş, bir çox mərhələdən keçmiş, hətta DİM-dən imtahanı vermiş olan seçilmiş insanlar olur, gənclər olur. Onlarla çalışmaq təbii ki, asandır. Onların valideynlərlə də çalışmaq asandır. Burada əsas çətinlik yaradan ümumi təhsil məktəbləridir. Yəni xüsusi təhsil müəssisələrində zaten xüsusi metodlardan. İndi ən məşhur tək bir metodu demək istəmirəm. Yəni ABA var, TEACH var, SCIRT var və digərləri. Mən tək bir metodu vurğulamaq istəmirəm. Çünki hər bir uşağa birinci kompleks metod mütləq lazımdır. Vlowas metodu və s. digər. Yəni bir çox metodlar birgə. Yəni çünki hər bir metodun belə uğurlu göstəriciləri vardır. Digər metodda hansısa çatışmayan cəhətləri vardır. Digər metodun həmin o çatışmayan
cəhətləri əvəzləyir. Bu şəkildə bir çox metod birgə çox böyük uğur gətirə bilir. Mən ABA-dan danışım. Məsələn, Azərbaycanda çox istifadə olunan metodu ABA metodu, yəni behavior analyticsdir. ABA metodu mən şəxsən özüm düşünürəm ki, çox yaxşı bir metoddur, bəli. Amma bu baza kimi istifadə olunsa, yəni təlimə yatqınlığı öyrədilsə, autism spektr pozuntusu olan uşaqlarda bir motorika bacarıqları, yəni özünü kontrol etmə bacarığını inkişaf etdirir və təlimə yatqınlığı, diqqəti biraz cəmləməyə öyrədir. Bununla da məncə ABA kifayətlənir. Yəni burada çox uğurludur. Lovas da elə, belə, ABA da belə. Amma digər metodları bunu tamamlayaraq həm sosiallaşmasını gücləndirir, həm təlimi daha da inkişaf etdirməyə səviyyəsinə daha çox, çünki xüsusi qayğıya olan sadəcə autism spektr pozuntusu olan uşaqları demirəm. Ümumən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onlar sosiallaşma qrup daxilində daha tez inkişaf edirlər. Ona görə düşünürəm ki, bəzi metodlar o bazayı yaratmaq üçün çox faydalıdır. Digəri artıq daha üstün metodlar, üstün deməyək, daha inkişaf etdirici metodları kompleks şəkildə istifadə etmək lazımdır. Hətta peşəkar müəllimlər hansısa konkret metodları deyil, öz metodunu da inkişaf etdirə bilər. Öz yanaşma ilə xüsusi hansısa metodu da inkişaf etdirə bilər. Buna yetərincə təlim lazımdır, yetərincə təcrübə lazımdır və o öz metodları da inkişaf etdirmək mümkündür. Bəli, bu mümkündür. Ona görə biz müəllimlərlə çalışanda onları kreativ olmayı öyrədirik. Yəni hər bir baza biliklərinə yanaşı kreativ olmayı. Çünki hər bir autism spektr pozuntusu bəli, bir spektr kimi, amma onun içində hər bir uşaq bir-birinə fərqlidir. Eşitmə pozuntusu olan uşaqlarda eşitmə qabiliyyəti zəifdir, bəli, amma hər bir uşaq fərqli ailədən gəldiyi üçün onun ümumiyyətlə tədrisə, ümumiyyətlə cəmiyyətə fərqli yanaşması olduğu üçün tədrisə də fərqli yanaşmasıdır. Ona da bəzi nüanslar var ki, ayrı yanaşılmalıdır. Ona görə burada fərdi yanaşma vacibdir. Məsələn, universal öyrənmə dizaynı illər öncə bu meydana gəlib. Burada bütün metodları özündə ehtiva edən kompleks bir yanaşmadır. Bir neçə il bundan əvvəl mən böyük bir məqalə yazmışdım bu barədə. Hətta deyə bilərəm ki, Azərbaycana universal öyrənmə dizaynı termini ilk dəfə gətirən mütəxəssis kimi bu çox faydalıdır. Yəni bəzi xüsusi təhsil müəssisələri ABA sistemi və ya Lovas sistemi, Montessori sistemi ilə çalışan məsələn bağçalar var. Bu düzdür. Yəni Montessori çox yaxşıdır. Yəni belli bir səviyyəyə qədər, ondan sonra digər metodları əlavə etmək lazımdır. Düşünürəm ki, həmişə bütün müəllimlər, həm bağça üçün, həm ümumi təhsil müəssisələri üçün, həm universitet üçün müəllimlər bütün bazı metodlarını bilib kompleks yanaşma ən faydalı olacaq bir şeydir. Bir də bir şey unutmamaq lazımdır. Müəllimlər, pedaqoqlar mütləq valideynlərlə bir çalışmalıdırlar. Valideynlə birgə təlim alınmalıdır, valideynlər təlimləndirməlidir, maarifləndirməlidir və məktəb müəllimləri, hətta fərdi tədris planları valideynlərlə birgə. Bir çox beynəlxalq təcrübə sizə deyə bilərəm. Bir çox məktəblərdə, ümumi təhsil məktəblərində inklüziv təhsil mütəxəssisləri individual fərdi inkişaf planları və fərdi təlim planları hazırlayarkən uşaqla birgə, uşağı da daxil edirlər. Yəni valideyn, müəllim və uşaq. Onlar üçlü bir arada gözəl bir plan ortaya gətirirlər və o plan üzrə, çünki uşaq da daxil olub, o öz istədiklərini, öz bacara biləcəklərini bildiyi üçün daha da gözəl inkişaf verir nəticə. Fərdi təlim planına toxundunuz. Fərdi təlim planı, yəni bu müəllimin işini çox rahatlaşdıran bir şeydir, bir prosesdir. Məsələn, bir müəssisəyə bir uşaq gəlir, onun
dəyərləndirilməsi aparılır və yaxud diaqnozu varsa, o diaqnozla gəlir. Təbii ki, pedaqoqların diaqnoz qoymaya ixtiyarları yoxdur. Onlar sadəcə dəyərləndirmə apara bilərlər və müşahidə apara bilərlər, müsahibə apara bilərlər və s. Və pedaqoq artıq bildikdən sonra ki, məsələn, bu uşaqda əqli gerilik var, bu uşaqda ləngimə var və s. artıq onun fərdi təlim planını tərtib etdikdən sonra, yəni uşaqların inkişaf mərhələsinə uyğun olaraq, məsələn, bu uşağın 3 yaşı var, bu davranışları etməlidir, bu kimi davranışları bunları bilməlidir, amma bilmir. Fərdi təlim planı tutduqdan sonra hətta hər zaman tövsiyələrimiz olur ki, bunu qeyd etdiyiniz zaman mütləq şəkildə tarixlərini də qeyd edin ki, bu uşaq müəssisədə olduğu zaman hansı inkişaf yolunu gedir. Bir dənə xətt çəksə belə onu da qeyd edin ki, bu uşaq məsələn bu tarixdə gəlib, inkişafı bu həddə idi, indi burdan bura gəlmişik, bu nöqtədən bu nöqtəyə gəlmişik. Çünki çox zaman valideynlərlə müəllimlər burada biraz çatışma yaşaya bilirlər. Məsələn, valideyn bildirir ki, mən uşağı mərkəzə gətirmişəm, müəssisəyə gətirmişəm və yaxud məktəbə qoymuşam, amma heç bir inkişaf yoxdur bu uşaqda. Niyə mənim uşağım da digərləri kimi şeir əzbərləmir, mahnı oxumur və s. Uşağın inkişafını nəzərə almadan birdən-birə müəllimdən çox şey istəməyə başlayır valideyn. Halbuki ilk təlim prosesinə elə valideyn evdə başlamalı idi, əgər uşağın inkişafında xüsusi narahatlıq varsa. Və müəllimlər də fərdi təlim planını tutmaqla bir növ öz işlərini də zəmanət altına almış olurlar ki, yəni bu uşağın inkişafı bu həddə idi. Amma hal-hazırda inkişaf etdirmişik və yaxud elədikləri də şifahi qalmır da. Necə ki, ifadə elədiyim kimi çox sevinirlər ki, məsələn, pampersdən çıxartdıq bu uşağı, əmzikdən çıxartdıq o uşaqlarla, çünki bunları tətbiq etmək çox ağrılı bir prosesdir və çox çətin bir prosesdir. Kənardan çox asan görünə bilər, amma bu çox çətin bir prosesdir. Və valideyn isə çox adi bir şeydir də. Yəni nə var ki, burada deyərlər, yanaşa bilirlər, adi bir hal olaraq, amma fərdi təlim planı sübut edir ki, o uşağın inkişafı digərlərindən geridə idi və biz bu uşağı gətirib çatdırdıq bura. Və burada da təbii ki, inklüziv təhsilin də əsas prinsiplərindən biri nədir? Fərdiləşdirmədir. Yəni təlimi fərdi yanaşmadır. Hamısına eyni yanaşmaq da doğru deyil. Fərdiləşdirirəm. Fərdiləşdirdiyimə görə də fərdi təlim planı yazıram. Burada bir məsələ toxunmaq istəyirəm xüsusilə bir məsələyə. Uşaqların inkişafını, ümumiyyətlə öyrənmə prosesini prioritetləşdirməyimiz çox vacibdir. Yəni uşaq nəyi mütləq öyrənməlidir? Nəyi öyrənə bilər? Məsələn, uşağın özünə qulluq etməsi, mütləq öyrənməsi lazım olan bir şeydir. Amma uşaq bir baxırıq öyrənə bilərmi şəkil çəkməni? Və yaxud da ki, bir üstə gəl biri yazmağını öyrənə bilərmi? Amma mütləq prioritetləşdirsək o işi daha rahat ola bilər ki, yəni uşaq mütləq nəyi öyrənməlidir? Sonrakı məsələ də nədir? Çünki valideynlər daha çox akademik göstəricilərə fokuslanırlar. Mütləq hesablasın və s. eləsin, amma uşağın özünə qulluqla bağlı bacarıqları kənarda qalır. İstər öyrənmə çətinliyi olan uşaqlarda, istər əqli geriliyi olan uşaqlarda, psixi-nitq inkişaf ləngiməsi ilə autizm spektri olan uşaqlarda ən birinci akademik bilgilərdən vacib sosial bacarıqları formalaşdırmaqdır, özünə qulluq bacarıqlarını formalaşdırmaqdır. Valideynlər də ora daha çox yönəlmiş olsalar və müəllimlərlə bu yöndə əməkdaşlıq etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər deyə düşünürəm. Doğrudur. Əslində siz akademik nəticələr deyəndə mən düşünürəm ki, burada xüsusi qayğıya olan uşaqların akademik nəticələri dəyərləndirmək üçün də burada xüsusi yanaşma lazımdır. Bilmək lazımdır. Yəni tədris prosesində ana dili dərsindən hansı göstəricilərə görə 5 yazılmalıdır, hansı burada xüsusi qayğıya ehtiyacı olan uşaqlardan danışırıq. Məsələn, serebral iflicli uşaqlarda hansı motorik bacarıqları zəifdir deyə musiqi dərslərində hansı qiyməti necə yazılmalıdır? Bu barədə mən bir vəsait yazmışdım. Yəni hansı əlilliyinə görə və ya hansı xəstəliyinə görə uşaqları necə dəyərləndirmək, hansı qiyməti, nə vaxt biz yazırıq, hansı fəndən, fizika fənnindən, rəsm bacarığı fənnindən, texnologiya fənnindən və s. digər fənlərdən hansı qiyməti necə qiymətlə yazmalıyıq, nə vaxt, hansı göstəricilərə görə yazmalıyıq. Bunlar da müəllimlər bilməlidir. Çünki bir çox müəllim inklüziv təhsildə tədris edən müəllimlərdən danışır. Onlar bilmirlər necə dəyərləndirir, hansı qiymət yazaq. Qaldı ki, valideynlər də bilmir. İndi bu
Bunları əgər öyrənilirsə, onlar daha rahat olar. Dediyiniz kimi fərdi planın, inkişaf təlim planının bərabər qiymətləndirmə meyarlarını bilirlərsə, daha da asan olar. Valideynlərə toxunurkən, yəni burada fərdi təlim planı hazırlayarkən düşünürəm, burada sosial işçi də olmalıdır, psixoloq da olmalıdır. Yəni valideynlərə mütləq tədris prosesində paralel olaraq psixoloq onlarla da çalışmalıdır. Çünki uşaqlardan dediyiniz kimi həddindən artıq həm müəllimlərə yüklənilir, müəllimlərdən çox nəticələr, daha yüksək nəticələr istənilir. Uşaqlara da onların qaldıra bilməyəcəyi yükü bəzən yüklənilir. Əslində müəllimlərin iş yükünü müəyyən qədər azaltmaq üçün biz o tədris prosesinə kölgə müəllimləri cəlb etmiş olsaq, işləri bu qədər də çətin olmur. Çox zaman sual verirlər ki, kölgə müəllim nədir? Bu dünyada da artıq inkişaf etməkdə olan bir tendensiyadır. Yəni kölgə müəllim məsələn izah edim. 30 uşaq varsa bir sinifdə kölgə müəllim, oradakı 2, 3 və yaxud 1 uşaq xüsusi qayğıya ehtiyacı olan uşaq varsa kölgə müəllim o uşağın sosiallaşmasında, o uşağın bacarıqlarının qazanılmasında orada iştirak edir. Uşaq həm fərdi yanaşılır burada uşağa, həm də qrupun içərisində artıq sosiallaşmağa başlayır. Düşünürəm ki, kölgə müəllimləri də bu prosesə qatmaq və onları yetişdirmək daha yaxşı olardı. Həm müəllimlərin yükü azalmış olardı, həm uşaqlardan yaxşı nəticələr əldə edə bilərdi, həm də valideynlərlə pedaqoji işçilər arasında çox da belə çatışma yaşanmış olmazdı. İllərdir bu belə deyək də universitetlərdə inklüziv təhsillə bağlı kifayət qədər çox əməyi olan bir insan olaraq sizə sual vermək istəyirəm ki, bu akademik göstəricilər ifadə elədiniz bayaq, bildirdiniz və bir çox valideyni bu təbii ki, narahat eləyir ki, mənim uşağım universitet təhsili ala biləcəkmi? Mənim uşağım necə həyatda qalacaq? Ümumiyyətlə o hansı peşəyə sahib ola biləcək əgər onu çox bu qədər çünki qorxudurlar valideynləri müəyyən zamanlarda. Və bəzən mənim özümə də sual verirlər ki, məsələn bu uşaq universitetə girib 650 bal yığıb. Nə bilim, bu qədər balla necə ola bilər ki, bu uşaq qəbul olub bura və təhsil ala bilir? İmtahanlardan çünki keçirlər. Necə olub? Yəni bunu uşaqlar necə bacara bilirlər? Valideynlər və pedaqoqlar bu yöndə uşaqlara necə dəstək olsunlar ki, onların akademik bilgiləri gəlib, akademik bacarıqları gəlib dəstəklənsin? Çox uşaqlar var. Yəni xüsusən də autism spektr pozuntusu, autism Asperger sindromu olan çox uşaq var universitetdə təhsil alan. Onların onsuz da hamı bilir ki, onların akademik öyrənmə qabiliyyəti, xüsusən də riyazi biliklər çox üstün olur. Hansısa bir istiqamətdə yönləndiriləndə onların nəticələri çox yüksək olur. Bunu hamı bilir. Amma burada vacib nöqtəyi vurğulamaq istəyirəm. Əslində o uşaqların universitetə gəlib çatması valideynlərin uğurudur. Niyə? Valideynlər onu vaxtında aşkar edib, vaxtında müdaxilələrə başlayırlar, vaxtında təlimlərə başlayırlar kiçik yaşlardan, doğru mütəxəssislərlə çalışılanda nəticələr gözəl alınır. Bizdə universitetdə elə ciddi əlilliyi olan uşaqlar var ki, məsələn, poliomiyelit olan sadəcə bir barmağı istifadə edə bilir, motorikadan. Yəni zihni çox yaxşı inkişaf edir, amma bədən olaraq sadəcə bir barmağı güclə istifadə edilir və o onu mışqasını dediyimiz kimi kompüterə tıklayaraq o əlaçı kimi universiteti bitirdi və hal-hazırda özəl biznesini qurmuşdur. Bəli, çox yaxşı, biz ona təbii ki, kömək etdik. O ictimaiyyətdə də çox yaxşı özünü ad etmiş uşaqdır. Yəni bu belə kimi misallar çoxdur bizdə. Yəni bəzi əlilliyi olan uşaqlar vardır ki, indi bir neçə holdingdə baş mühasibəci kimi işləyirlər məsələn. Düzdür, burada işlə təmin olması problemi hələ də var bizdə universitetdən sonra, məzun olandan sonra işlə təmin etməsi problemi var, amma hamı universitetdə hansısa peşəyi ixtisası əldə edib sabahki günü qarantiya altına alma imkanı var. Ya bu universitet səviyyəsinə gətirmək üçün də bunu necə deyirsiniz, sıfır plusdan başlamalıdır. Yəni burada valideynlərin savadlılığı ön plana çıxır. Yəni valideynin bilinçli şəkildə
davranmağı, birinci şəkildə uşağı müşahidə etməsi və bəzi nəticələr çıxartması, vaxtında xüsusi təhsil müəssisələrinə, vaxtında doğru müəllimlərə, doğru mütəxəssislərə müraciət etməsi nəticəsidir bu. Ona görə düşünürəm hər valideyn buna diqqət yetirməlidir, çünki etmək olur. Yəni o uşaqlara imkan yaratdıqca gözəl nəticələr olur. Bizdə autism spektr pozuntusu olan uşaqlar var, möhtəşəm riyazi biliklərə sahibdir və universitetləri qurtarıb da banklarda işləyirlər. Düzdür. Onlar bəlkə də digərləri kimi müxtəlif sosiallaşma, belə zəngin sosiallaşma həyatı yoxdur, amma yetərincə vardır və yetərincə mütəxəssisdir. Özünü ən azından sabahki günü qarantiya altına ala biləcək qabiliyyətə sahibdir. Yenə də əvvələ qayıdırıq ki, valideynlərin mütləq şəkildə məlumatlılığı və s. necə ki, bu kimi müsbət hallar sizin sadaladığınız kimi uşaqların, gənclərin müxtəlif vəzifələrdə işləməsi və cəmiyyətdən təcrid olunmamaları təbii ki, müxtəlif peşələrdə və mərkəzlərdə də görürük. Xüsusi qayğı olan insanların işləmələrini və bu çox təbii ki, sevindirici haldır. Amma bununla bərabər təəssüflər olsun ki, neqativ hallar da kifayət qədər çoxdur. Hansı ki, valideyn doğru mütəxəssisə rast gələndə, doğru şəkildə uşağın inkişafı dəyərləndirəndə və diaqnozlar qoyulanda, təbii ki, bu uşağın da inkişafı doğru şəkildə istiqamət alır. Amma bəzən, məsələn, bu nəyə bənzəyə bilir? Uşağın ürəyi ağrıyır, amma uşağın ciyəri müalicə olunur kimi olur. Bu da yanlış qoyulan diaqnozlardır. Təəssüflər olsun ki, və valideynlər belə deyək də, müxtəlif insanlara müayinə üçün aparırlar, psixiatrlara, psixoloqlara və s. aparırlar. Uşaqda olan göstəricilər əslində müəyyən bir narahatlığın göstəricisi olduğu halda uşağa yanlış diaqnoz verilir. Necə ki, məsələn, günümüzdə çox təəssüf ki, çox rastlanılır. Hər eşitməyən, yəni eşitməyən deməyim, çağırılanda baxmayan uşağa mütləq şəkildə bu uşaq autizm spektr pozuntusudur diaqnozu qoyurlar və yaxud da ki, hər motorikası biraz zəif işləyən uşağa fərqli diaqnozlar qoyurlar. Halbuki biz həmən ailələrə tövsiyə edəndə ki, bu uşağı aparın bir lor müayinə etsin, sadəcə görürük ki, eşitməsində narahatlıq var və alıcı-verici nitqində narahatlıq var və yaxud da ki, mütləq şəkildə, belə deyim də, bu uşaq danışa bilmirsə, yəni autizm spektr kimi diaqnozlar qoya bilirlər. Sanki bu növ, belə deyim də, uşaqlardakı autizm spektr xəstəliyini müəyyən kateqoriyada olan insanlar bir növ özlərinin xeyrinə istifadə edirlər və valideynlərin inamından da istifadə etməyə başlayırlar və valideyn də doğru nədirsə bilə bilmir, çaşbaş qalır. Hətta təcrübəmdə kifayət qədər belə bir şeylər olub. Bizdə bilinən çox az xəstəliklər var ki, məsələn, Rett sendromu, kövrək X sendromu, fragil Martin-Bell deyilir. Hansı ki, Down sendromuna yaxın, belə deyək də, xüsusi göstəricilərdir. Bu uşaqlara belə çox qəribə adlı xəstəlik diaqnozları qoyulub və illər ərzində o uşaqlar müalicə olunub, amma heç bir nəticə yoxdur. Təbii ki, valideynlər də uşağı gətirdiyi zaman ilk narahatlıqlar nə olur? O evlənə biləcəkmi? O əsgər gedə biləcəkmi? Həyatı necə olacaq və valideynə yanlış diaqnozla üzləşdiyini bildirəndə təbii ki, valideyn çox dərin bir depressiya yaşamağa başlayır, üzüntü keçirtməyə başlayır ki, illəri gedib onun. Burada həm maddi, mənəvi olaraq zərər çəkib valideyn. Bu yanlış diaqnozların qarşısını təəssüflər olsun ki, ala bilmirik. Və əminəm ki, sizin də təcrübənizdə bu kifayət qədər rastladığınız məsələlər olub. Halbuki doğru mütəxəssislərin əlinə düşmək uşağın gəlib o universitet həyatından sonrakı o nəticələrinin gözəl olmasına gətirib çıxarır. Amma yanlış mütəxəssis, belə deyək də, yanlış istiqamətə düşmək o uşağın bütün həyatını, həmçinin ailəsinin həyatını məhv etmək kimi bir şeydir. Neyniyək bunlarla? Necə edək? Çox çətin məsələdir. Bu Down sindromu toxununca bizim universitetdə 2 məzun vermişik Down sindromlu. Hal-hazırda bir Down sindromu, mozaik Down sindromu, bilirsiniz Down sindromu. İndi valideynlər də bunu bilmir ki, Down sindromu 3 kateqoriyaya ayırmaq olar. Mozaik Down sindromlu qızımız bizim universitetdə işləyir laboratoriyada. Düzdür, standart bəzi işlər verilib ona, amma işləyir. Yəni pul da qazanır, özünü sabahda, yəni öz həyatını inkişaf etdirə bilər.
Bu yanlış mütəxəssislər deyincə bu o qədər həssas və dərin mövzudur ki, bunu necə danışacağımı bilmirəm. Çox üzücü bir haldır. Çünki hər kəs bu statistikaya, bu çox qorxuducu statistikaya baxacaq olursaq, yəni 2025-ci ildə artıq Dünya Səhiyyə Birliyi hər 31 uşaqda bir nəfəri autizm spektr pozuntusuna məruz qalır. Yəni bu qorxunc bir statistikadır. 5 il sonra hər 2 uşaqdan biri autizm spektr pozuntusu ola biləcək və digər pozuntular da daxil. Yəni burada biz ancaq valideynlərin savadlılığına dua eləyə bilərik. Burada da autizm spektr autizm müalicə olunur deyirlər bəziləri. Bəziləri deyir autizm bağırsaqda yaranan bir xəstəlikdir. Halbuki autizm bir gen və bəziləri deyir bu gen xəstəlik deyil. Genlərdə, xromosomlarda pozuntulara səbəb gətirir. Pozuntuların səbəbindən olan xəstəlik deməyək, bir patologiyadır deyək. Bu xəstəlik deyil, xəstəlik müalicə olunur. Autizm müalicə olunmur. Yəni dünən hətta buna rastlaşdım ki, bir həkim deyir ki, autizm, yəni bizim müəssisədə autizm müalicə edirik. Necə müalicə edirsiniz? Siz əgər neyron əlaqələrində pozulmalar varsa, siz onu necə müalicə edirsiniz? Bu mümkün deyil. Əgər müalicə olunsaydı, çox uşaqlar müalicə olunardı. Dünyada elə təəssüf ki, buna bir müalicəsi yoxdur. Amma təbii ki, preventiv tədbirlər var. Yəni erkən müdaxilə ilə bunun təlimə yatkınlığı var və sonra da təlim keçmək, tədris vermək, təhsilə tam olaraq adaptasiya etmək olur. Yəni bu mütəxəssislər təbii ticari tərəfdən biznes kimi görməyə başlayıblarsa bu spektri, bu sahəyi, artıq burada başqa şeydən danışmaq çox çətindir. Yəni bir insan əgər əlilliyi olan uşaqla sadəcə pul qazanmaq üçün işləyirsə, sadəcə statistika görə, yəni maddi statistikayı bunu gözləmləyirsə və bunu sadəcə izləyirsə, məncə burada artıq sadəcə valideynlərin savadlılığına qalmış. Valideynlərin maarifləndirməsinə qalmış. Yəni məncə bu qəbul olunmaz. Buna bir bəlkə monitorinq mi olmalıdır və ya xüsusi bir komitə mi olmalıdır bunları nəzarət edən. Təəssüf ki, bir qəribə bir ad qoyurlar, belə müasir bir nəsə xaricdən gətirilmiş bir abreviatura qoyurlar, mərkəzi, ABA və moda olub Montessori sistemi ilə, heç Montessori nə olduğunu tam olaraq bilmirlər, amma Montessori sistemi ilə bağça məsələ və ya ABA sistemi ilə tədris mərkəzi. Heç ABA sistemi tam olaraq bilmirlər nə olduğunu axıra qədər. Onun tətbiq etməsini də bir çox müəllim bilmir. Yəni bu mütəxəssislər, mən sizə inandırım, bir neçə mütəxəssis şəxsən tanıyıram ki, onlayn Amerikanın hansısa universitetin onlayn təhsili keçib, oradan sadəcə heç axıra qədər biz də ingilis dili bəzi oxuya bilmirlər axı nə yazılıb. O sertifikatı alıb mən mütəxəssisəm deyə müəssisələri açıb orada uşaqlarla çalışırlar. Təəssüf ki, bu bir gerçək, amma bunun önünü sadəcə savadlılığın artırması ilə keçə bilərik önünə. Müəyyən müəssisələrdə onlar qışqıra-qışqıra, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla qışqıra-qışqıra fəaliyyət göstərilir. Bunu irad olaraq bildirəndə ki, bu hansı metoddur tətbiq edirsiniz ki, burada qışqırmaq var? Onlar bildirirlər ki, bu ABA-dır, bu LOVAS-dır, bilməməzlikdən və valideyn də düşünür ki, yəqin ki, belə olmalıdır və həmən uşaqla işləyən pedaqoqun işinin davamı olaraq da evdə gəlir bunu uşaqla eyni etmək olur və nəticədə uşaqda daha fərqli problemlər başlayır. Baş ağrıları, daha başqa başını çırpmağa başlayır, daha fərqli problemlər yaranır bu uşaqlarda. Çünki valideyn fikirləşir ki, o doğrudursa demək ki, belə etməliyəm. Mən də bunu tətbiq etməliyəm ki, uğurlu olsun. Bilməməzliklərdəndir təbii ki, bunlar hamısı və çox təəssüflər olsun ki, müxtəlif müəssisələrdə müxtəlif pedaqoqlar da hətta və burada xüsusilə bir şeyə toxunmaq istəyirəm ki, xüsusi pedaqoq olaraq adlandırdıqları məsələ var. Xüsusi pedaqoq
anlayışını həqiqətən də bilmək istəyirəm ki, nədir ümumiyyətlə xüsusi pedaqoq? Çünki insanlar hamısı xüsusidir. Fərdlər hamısı xüsusidir. Pedaqoqlar da xüsusidir. Hər kəs xüsusidir və xüsusi pedaqoq deyəndə əslində özlərini o şəkildə etiketləyərəkdən də bilməlidirlər ki, bu yaxşı bir şey deyil, əlbəttə və ümumiyyətlə necə ki uşaqları etiketləmək olmaz, həmçinin özlərini də etiketləyib yanaşma yanlış ola bilər. Düşünürəm ki, bu zamanla bəlkə də həll oluna biləcək bir məsələ ola bilər. Çünki valideynləri istiqamətləndirəndə ki, baxın, məsələn, autizm spektrdə siz bu uşağın bağırsağını müalicə edin və yaxud bu dərmanı içəcək və bu uşaq sağalacaq. Valideynlərə ümid verdiyi zaman valideyn ümidlənir və fikirləşir ki, bu uşağı dahi olacaq. Onun uşağı dahi gözləntisinə girir. Nəticədə də xoşa gəlməz hallarla rastlaşır və belə deyək də ümidləri puça gedir. Bu sahədə çalışan pedaqoqlar ümumiyyətlə xüsusi pedaqoq olaraq özlərini adlandırırlar. Və bildirmək istəyirəm ki, bütün pedaqoqlar xüsusi uşaqlarla işləməni öyrənməlidirlər. Bu günümüzün tələbidir, bilməlidirlər ki, uşaq girəndə bu göstəricilər, məsələn, əqli geriliyə aiddir, bu göstəricilər psixi inkişaf ləngiməsinə aiddir və s. Bildikləri zaman doğru şəkildə işləməyə başlayacaqlar. Xüsusiyyəti bildiyi zaman. Xüsusi pedaqoq qavramı yoxdur. Pedaqoqların hər biri xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləməni bacarmalıdırlar, təlimləşməlidirlər, öyrənməlidirlər bunu deyə düşünürəm. Doğru deyirsiniz. Yəni əslində çox vacib məqama toxundunuz. Birinci iki nöqtəyi vurğulamaq istəyirəm. O dediyiniz o qışqırmaqla və s. o FC metodu var idi. Yəni illər öncə istifadə olunurdu o cəzalandırmaqla. Əslində dünyada artıq o qətiyyən qəbul olunmur, artıq ondan istifadə olunur. Təbii ki, bizim cəmiyyətdə zaten ailələrdə elə bir sistem olduğu üçün, yəni qışqırmaqla susturmaq kimi bir şey. Ona görə təzyiq, ancaq təzyiqlə normal haldır. Bu pedaqoqların təlimlərinə gəlincə, düşünürəm ki, əgər pedaqoq məktəbdə işləyirsə, o hər cəhətdən peşəkar olmalıdır. Psixoloji yanaşmaları bilməlidir. Yəni pedaqoji yanaşmaları bilməlidir. Hələ ki inklüziv təhsil zaten nədir? Bunu deyək də. İnklüziv təhsil, baxın, biz inklüziv təhsili dərindən düşününcə, burada xüsusi qayğıya ehtiyacı olan, dərkin xüsusi təhsil ehtiyacları olan uşaqlara təhsildən gedirik, şəhid övladlarına deyirik, qaziləri özlərinə deyirik, penitensiar xidmət müəssisələrində saxlanılan və onların ailələrinin fərdlərinə deyirik. Valideyn himayəsindən məhrum olmuş uşaqlara ora daxil edirik. İstedadlı insanları ora daxil edirik. Ucqar kənd yerlərində yaşayan insanları da ora daxil edirik. Qeyri-ənənəvi cinsi orientasiya olan insanları ora daxil edirik. Xroniki xəstəlikləri olan insanları ora daxil edirik. Yəni əslində bütün insanları ora daxil edirik və pedaqoq bütün insanlarla çalışmasını bilməlidir. Əgər bilmirsə, bunun təlimi keçməlidir. Bunu öyrənməlidir. Bunları öyrəndikcə o qədər peşəkar, o qədər rahat öz işini edə biləcək ki, artıq sabah biz düşünməyəcəyik bizim uşaqlarımız, yəni nəsillərimiz necə yetişir. Yəni sabahki əksik eğitim necə olacaq? Yəni tamamlanmamış eğitim, təhsil necə olacaq? Bu anlayış olmayacaq artıq. Yəni təhsil, tam təhsil verilmiş olacaq. Çünki müəllim bu kateqoriya, bütün kateqoriya uşaqlarla xüsusi qayğıya ehtiyacı olan uşaqlar daxil buna. Və bunu təkrar vurğulamaq istəyirəm burada. Azərbaycanda inklüziv təhsil deyəndə, hətta inklüziv uşaqlar deyirlər. İnklüziv təhsil deyəndə sadəcə fiziki cəhətdən və ya autizm spektru pozuntusu və ya əqli geriliyi olan uşaqlara, yəni əlilliyi olan uşaqlara təhsil deyildir. İnklüziv təhsil hər bir fərdin daxil etdiyi hər bir yanaşmanın və hər biri üçün metodu olan bir təhsildir. Biz bilirik, bəzi insanlar oxuyaraq öyrənir, bəzi uşaqlar oxuyaraq öyrənir, bəzi uşaqlar dinləyərək öyrənir, bəzi uşaqlar şəkil görərək öyrənir və çox da yaxşı inkişaf edir. Müəllim də bilməlidir ki, bu
uşaq üçün bu metodun dərs materialları bu şəkildə versin, bu uşağa bu şəkildə versin. Yəni müəllim elə hazır olmalıdır ki, sinifdə hər biri üçün tədris materialları verəcək qabiliyyətdə olmalıdır müəllim. Ona görə əgər bizdə ali təhsil müəssisələri bu təhsili tamamlaya bilmirsə, bunu artıq mütəxəssislərdən alacaqlar və özlərini inkişaf etdirəcəklər. Amma bu artıq bizim həyatımızın bir olmazsa olmaz bir parçasıdır. Yəni inklüziv yanaşma hər məktəbdə, hər təhsil müəssisəsində olmalıdır. Və təbii ki, bütün müəllimlər inklüziv tədris prosesini öyrənməlidirlər. Burada həm autism spektr pozuntusu olan uşaqlarla necə işləməlidir, hansı metodlar var, hansılarını istifadə edə bilərlər, həm eşitmə qabiliyyəti zəif və olmayanlarla necə işlənməlidir, görmə məhdudiyyətli uşaqlarla necə işlənməlidir, digər hiperaktiv olanlarla və ya psixoloji nitq ləngiməsi, psixi nitq ləngiməsi olan uşaqlarla, əqli geriliyi olan uşaqlarla necə işlənməlidir və burada təbii ki, müşahidə də çox önəmlidir və o müşahidələrlə aşkar edib hər bir uşağa xüsusi yanaşma, xüsusi fərdi yanaşma tətbiq edə bilərlər. Hansı metodu biliriksə bilək, orada sevgi və qayğı yoxdursa, o metod işə yaramayacaq. Və inklüziv təhsilin də əsas prioriteti nədir? Təhsilin hər kəs üçün əlçatan olmasıdır. Biz o uşaqları mütləq şəkildə, o gəncləri qazandırmalıyıq cəmiyyətə, təhsilə. Çünki insanın dəyəri təkcə onun bacarıqlarından asılı deyil, elə özünün olduğu üçün ona dəyər verməyi öyrəndiyimiz zaman necə yanaşsaq artıq uğurlu nəticə əldə etmiş olacağıq. Mən sizə təşəkkür edirəm Sevinç xanım, dəvətimizi qəbul etdiniz, gəldiyiniz üçün. Xoş oldu sizinlə müzakirə etmək. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm bu vacib məqamlara toxunduğunuz üçün. Belə verilişlər əslində çox olmalıdır. Maarifləndirmə çox geniş şəkildə tətbiq edilməlidir. Düşünürəm ki, mütəxəssislər çoxalınca daha yaxşı olacaq. Əziz izləyicilərimiz, növbəti görüşlərə qədər.